Salam əziz müdavimlər və dəyərli həmkarlar. Bugün mən sizə sertifikasiya imtahanlarına ən tez, ən çox düşən və həmişə qarışdırılan mövzu olan inteqrasiyanı izah edəcəm. Gəlin sizinlə birlikdə 5 dəqiqə ərzində sadə dillə inteqrasiyanı öyrənək. Əvvəlcə gəlin görək inteqrasiya nədir? İnteqrasiyanın mənası əlaqələndirmə deməkdir. Yəni inteqrasiya sistemin ayrı-ayrı hissələrinin bir tam halda birləşməsidir. Dərsdə öyrətdiyimiz biliklərin bir-biri ilə əlaqələndirilməsidir. İnteqrasiyanın 3 növü var. Fən daxili, fənlər arası və fən üstü. Fən daxili inteqrasiya eyni bir fən daxilində eyni mövzunu öyrənərkən fərqli məzmun xəttlərini və müxtəlif siniflərdə keçirilən həmin mövzulara uyğun olan mövzuları bir-birilə əlaqələndirmə deməkdir. Fən daxili inteqrasiya 2 hissəyə ayrılır. Fən daxili şaquli, fən daxili üfüqi. Fən daxili şaquli inteqrasiya nə deməkdir? Siniflər arasındakı əlaqə deməkdir. Yəni, eyni fən daxilində əvvəllər keçdiklərimizlə əlaqə. Tutaq ki, biz 3-cü, 4-cü sinifdə ismi keçirik. İsmi aşağı siniflərdə də keçmişik. Ancaq biz ona ad bildirən sözlər demişik. Sualını öyrənmişik, ad bildirən sözlərin xüsusiyyətlərini öyrənmişik. İndi isə isim deyirik və daha artıq ismin xüsusiyyətlərini öyrənirik. Bunu öyrənərkən aşağı sinifdə keçdiklərimizi inteqrasiya edirik. Və yaxud da tutaq ki, biz tənlikləri öyrənirik. 4-cü sinifdə tənlikləri öyrənirik. Bu zaman biz məchulu x-lə, y-lə müəyyən bir hərflə işarə edirik və tənlik formasında həll edirik. Ancaq aşağı siniflərdə, hətta 1-ci sinifdə biz x-in yerinə boşlama yazırıq və məchulu tapırıq. Və tənliyi də öyrənərkən aşağı sinifdə keçdiklərimizi inteqrasiya edirik. Onlardan nümunə gətiririk, əlaqələndirərək yeni mövzunun izahını veririk. Yəni, sinifdən sinifə keçdikcə biz tənliyin çətin formalarını keçirik. O zaman yenə aşağı sinifdə keçdiklərimiz sadə formalara inteqrasiya edirik. Biz tənliyi həll edib sadələşdiririk və aşağı sinifdə keçdiyimiz kimi həll edirik. İkinci inteqrasiya fənlər arası inteqrasiyadır. Adından göründüyü kimi, müxtəlif fənlərin bir-biri ilə əlaqələndirilməsidir. Bu inteqrasiyanı tətbiq edərkən biz bir dərsdə bir deyil, bir neçə fənnin qapısını açırıq. Məqsəd fənləri tək-tək yox, bir-biri ilə zəncirvari şəkildə öyrətməkdir. Məsələn, biz biologiya dərsi keçirik. Bu zaman hər hansı bir bitkinin xüsusiyyətlərini keçirik. Bitkinin xüsusiyyətlərini keçiriksə, bu biologiya fənninə aiddir. Ancaq bu bitkinin xüsusiyyətlərini keçərkən onun hansı şəraitdə yetişdirilməsini, hansı iqlim tipinə dözümlülüyünü də keçməliyik. Bu zaman biz iqlim tipi, iqlim qurşaqları coğrafiya fənninə aid olduğu üçün coğrafiya fənninə inteqrasiya edirik. Və yaxud da deyək ki, oxu dərsində Səməd Vurğunun Azərbaycan şeirini biz öyrənirik. Bu zaman həmin şeiri musiqi ilə də ifa edirik və musiqi dərsinə inteqrasiya edirik. Və yaxud da deyək ki, biz ibtidai sinifdə Seyrli xalça mövzusunu keçirik, nağılını keçirik. Bu zaman şagirdlərə illüstrasiyalara baxmağı və yaxud da ki, nağıla uyğun illüstrasiya çəkməyə tapşırırıqsa, təsviri incəsənət fənninə inteqrasiya edirik. Fənn üstü inteqrasiya. Fənn üstü inteqrasiya inteqrasiyanın ən yüksək səviyyəsi sayılır və bu inteqrasiya o deməkdir ki, bilik artıq sinifin sərhədlərini aşır, birbaşa həyatla əlaqələnir, həyatla birləşir. Məqsəd, kitabda yazılan rəsmi bilikləri real həyat təcrübəsinə çevirməkdir. Bu inteqrasiyada fənn sadəcə bir alətdir. Əsas məqsəd isə şagirdi real həyata hazırlamaqdır. Məsələn, deyək ki, riyaziyyat dərsidir, müəllim şagirdə faizi keçir. Faizin hesablanmasını, yəni ədədin faizinin tapılmasını, faizə görə ədədin tapılmasını və faizin digər xüsusiyyətlərini şagirdə öyrədir, lövhədə izah edir, dəftərə yazdırır və hesablamağı şagirdə öyrədir. Bütün bunlar sinifdə baş verir. Lakin şagird dərsdən sonra hər hansı bir mağazaya, marketə gedirsə və orada elanı oxuyursa, məhsulun üzərində yazılmış neçə faiz endirim olduğunu oxuyur, düşünür və hesablaya bilir ki, əgər bu qədər endirim olubsa, bu neçə faiz endirim olubsa, mən bunu alsam nə qədər xeyir görərəm, nə qədər fayda olar, bunu düşünüb həmin alış-verişini ona uyğun edirsə, bu artıq həyatla əlaqədir. Yəni, riyaziyyat dərsinin həyatla əlaqəsinin təmin olunması deməkdir. Və yaxud deyək ki, ana dili dərsidir, müəllim ibtidai sinifdə ana təbiətin uşaqlara məktubu mövzusunu keçir. Bu zaman uşaqlara təbiətin çirklənməsinin səbəblərini, insanların bu işdə rolunu və bu problemin aradan qaldırılması yollarını müzakirə edirlər, sual-cavab edirlər, öyrənirlər. Daha sonra şagird dərsdən sonra sinifdən kənarda
küçüyə tökülmüş zibilləri yığırsa, zibil qabına atırsa və yaxud da quş dənliyi düzəldib ağaclardan asırsa, dibçəklərə qulluq edirsə, müəyyən bitkilərin becərilməsində valideyninə kömək edirsə, öz dəstəyini göstərirsə, həmçinin təbiətin çirklənməsinə qarşı müxtəlif plakatlar hazırlayıb, şüarlar yazıb, müəyyən yerlərə yapışdırırsa, bu artıq Azərbaycan dili dərsinin həyatla əlaqəsi deməkdir. İndi isə bir neçə testə baxaq. Uyğunluqlardan biri yanlışdır. A variantı, fəndaxili inteqrasiya hər hansı fən daxilində mövzular arasında yaradılır. Bu doğru cavabdır. Yanlış lazım olduğu üçün biz bunu götürmürük. Çünki fəndaxili inteqrasiyada həm üfüqi, həm şaqili olaraq müəyyən mövzunu keçərkən biz ya aşağı siniflərə inteqrasiya edəcəyik, ya da ki, məzmun xətlərinə üfüqi sürətdə inteqrasiya edəcəyik. C-yə baxaq. Fənlərarası inteqrasiya şagirdlərdə bilik və bacarıqları daha məqsədyönlü şəkildə formalaşdırmaq üçün bir neçə fənni əlaqələndirməklə öyrənmə mühiti formalaşdırır. Bir neçə fənni əlaqələndiririksə, bu fənlər arasıdır, adından göründüyü kimi. Biz bunu da götürmürük. Daha sonra D-yə baxaq. Fənüstü inteqrasiya öyrənmənin həyatla əlaqələndirilməsidir. Biraz əvvəl dedik ki, birbaşa sinifdə öyrənilən həyatda tətbiq edilir. Həyatla əlaqələndirirsə, bu doğru cavabdır. Bunu da götürmürük. B variantına baxaq. Üfüqi inteqrasiya sinifdən sinifə keçərkən öyrənilən obyektlər arasındakı əlaqədir. Bax, bu fikir yanlış fikirdir. Ona görə bunu götürəcəyik. Çünki üfüqi inteqrasiya dedikdə biz məzmun xətləri arasında eyni fənn üzrə məzmun xətləri arasında inteqrasiya edirik. Burada isə sinifdən sinifə keçərkən göstərilir. Sinifdən sinifə keçərkən biz fəndaxili şaqili inteqrasiya edirik. Ona görə düzgün cavab olacaq B variantı. Müəllim mürəkkəb tənliklərin həll edilməsini izah edərkən, aşağı sinifdə keçirilən sadə tənliklərin həll edilməsini istinad edir. Bu zaman o hansı inteqrasiyanı reallaşdırır? Fənüstü inteqrasiya olmayacaq, çünki aşağı siniflər fənüstüyə aid deyil. A variantını götürmürük, çünki bu doğru deyil. B-ni saxlayaq. C-yə baxaq. Fənlərarası inteqrasiya. Əlbəttə ki, burada müxtəlif fənlərdən söhbət getmir. Bunu da götürmürük. D-yə baxaq. Fənlərarası şaquli inteqrasiya. Fənlərarası görürüksə, burada şaquli inteqrasiyanın olması artıq bizə kömək etmir. Ona görə də bu hissə yanlış olduğu üçün D variantını da götürə bilmərik. B-yə baxaq. Fəndaxili şaquli inteqrasiya. Bəli, əgər biz aşağı siniflərə istinad ediriksə, aşağı siniflərdən nümunələr gətiririksə, bu fəndaxili şaquli inteqrasiyadır. Düzgün cavab B variantı olacaq. Həyat bilgisi müəllimi sağlamlıq və gigiyena mövzusunu keçdikdən sonra şagirdlərə tapşırıq verir. Evə gedərkən ictimai nəqliyyatda və marketdə viruslardan qorunmaq üçün hansı qaydalara əməl etməli olduğunuzu araşdırın və özünüz üçün gündəlik gigiyena planı hazırlayın. Bu tapşırıq hansı inteqrasiya növünə aiddir? Fənlər arası yazılıb. Burada evə gedərkən sinifdən kənarda baş verirsə, fənlər arası ola bilməz. Bunu götürmürük. Fəndaxili şaquli sinifdən sinifə, aşağı siniflərdə keçdiklərimizə inteqrasiya olduğu üçün bunu da götürmürük. Fəndaxili üfüqi. Fəndaxili üfüqi isə dedik ki, eyni fən üzərə məzmun xətləri arasındakı əlaqədir, onu da götürmürük. Əgər şagird dərsdən sonra gedib digər yerlərdə, sinifdən kənar yerdə hansısa bir araşdırma aparırsa, özü üçün hansısa bir gündəlik tərtib edirsə və onu istifadə edəcəyi bir plan, əlbəttə ki, bir gigiyena planı hazırlayırsa, bu fənnüstü əlaqə, yəni həyatla əlaqə olan fənnüstü inteqrasiyadır. Düzgün cavab olacaq C. Fənnüstü. 4-cü testimizə baxaq. Azərbaycan dili dərsində müəllim mətni ifadəli oxumağı, əsas ideyanı tapmağı, xüsusi isimləri fərqləndirməyi və baş qəhrəmana məktub yazmağı tapşırır. Bu tapşırıqda hansı inteqrasiya öz əksini tapıb? Gördüyümüz kimi burada müəllim mətni ifadəli oxumağı. Bu oxu vərdişləri. Əsas ideyanı da tapırıq, oxuyuruq, əsas ideyanı tapırıq. Xüsusi isimləri fərqləndirməyi. Əgər biz mətndəki xüsusi isimləri fərqləndiririksə, seçiriksə, bu dil qaydaları olacaq, dil qaydaları. Və baş qəhrəmana məktub yazırıq. Bu da yazı bacarıqlarının formalaşdırılması, əməli yazı bunların öyrənməsidir. Bu isə yazıya aiddir. Yəni, Azərbaycan dilində 3 məzmun xətti burada öz əksini tapıb. Oxu, yazı, dil qaydaları. O zaman biz nə götürəcəyik? Fəndaxili üfüqi.
Fənn üstü həyatla əlaqədir. Fənn daxili şaquli sinifdən sinifə, siniflər arası əlaqədir. Fənlər arası isə müxtəlif fənlər arasında əlaqə olduğu üçün düzgün cavab olacaq. Fənn daxili, üfüqi. Əziz həmkarlar, bununla da izahımız bitdi. Sağ olun, gələn izahlarda görüşənədək.